Hər kəs salamlayıram, əziz izləyicilər, xoş gördük hər birinizi. Bugünkü mövzumuz yenə də migren olacaq. Çünki bu migren baş ağrıları, çox saylı insanlar bu baş ağrılarından əziyyət çəkirlər. Çox şiddətli ağrılardır. Əgər yaxınlarınızda bu ağrılardan əziyyət çəkənlər varsa, xüsusilə də xanımlar bu baş ağrılarından əziyyət çəkirlər. Bunun səbəbini sonra izah edəcəm. Amma əsas olan birinci bu baş ağrılarından necə qurtulmaq olar. Eğer migren baş ağrılarınız tutmaya başlayacaqsa, bilirsiniz ki, migren xəstələri bunu bilir. Onların gözlərinin önündə ağrılar olur. Zərli soxulcana bənzər, qurda bənzər gözlərinin önündə ışıltılar olur. Migren xəstələri bilirlər nədən söhbət gedir. Əgər şiddətli baş ağrınız varsa, artıq qusma başlayırsa, qusma da özünü göstərirsə, sizin migrenləriniz qusma ilə tutursa, bu deməkdir ki, bədəninizdə həddindən artıq duzsuzlaşma gedib, bədəniniz yuyulub, bədəninizdə su-duz mübadiləsi pozulub, su çatmır, duz çatmır. Nə edirsiniz? Burada vaxt limitindən də 3 dəqiqədən artıq danışa bilmirəm. Onun üçün də bir stəkan su götürürsünüz. Hamının evində o su stəkanlarından var. Xrustal 250 millilik ölçülərdə deyirəm, biləsiniz. 250 milli, yəni bir stəkan su. Bunun içərisinə 2 çay qaşığı təpələmə dolu duz. 2 çay qaşığı yəni 20 qram deməkdir. Çünki bir çay qaşığı 10 qramdır. Və bunun içərisinə qaynamış su tökdükdən sonra ilıq dolar. İlıq olsa daha tez sorulacaq bədəndən. Bu suyu içirsiniz. Düzdür, bilirəm. Bu suyu içmək çox çətindir. Çünki qurduzdur. Amma sizin həyatınızı demək olar ki, migrenden bu su xilas edəcək. Bu suyu içsəniz, hər migren tutmamışdan qabaq, elə migren tutduqdan sonra da ömür boyu artıq migrenden canınız qurtulacaq. Amma bu suyu içdiksə, gələn dəfə migren tutması olacaqsa, o vaxt içmək lazımdır. Elə fikirləşməyin, elə bir dəfə içdiniz, ömrü boyu yox olacaq. Yox. O tutma yox olacaq, o baş ağrısı yox olacaq. Çünki migrenə meyilli insanların bədənləri çox duz itirir. Xüsusilə də xanımlar. Ola bilsin ki, sizin aybaşı menstrual axıntılarınız çoxdur, çox qan itirirsiniz. Ola bilsin ki, çox ət yemirsiniz, qanınız azdır. Yəni bu uzun bir mövzudur və mütəmadi mən bilirsiniz səhifəsində migren xəstəliyi haqqında danışacağım. Ən xırda detallarına kimi bilmək istəsəniz səhifəyə girin, izləyin. Çünki burada vaxt limitlidir. Çox sağ olun, hələlik.